Bu əxlaq üstadları öz xoşuna gələn deyil, onun xoşuna gələn eləməlisən. Hətta onun xoşuna gələn sənin xoşuna gəlmir. Sən xoşuna gəlmir. Çünki haqq əvvəl biraz acı olur. Deyir, onu qoy kənara. Gəlmə bir dənə əxlaq alimlərindən, ariflərin bir dənə fikrini deyim sizə. Əxlaq alimləri deyir ki, müğayət ol, günah eləmə, ibadət elə. Müğayət ol, nə? Günahdan qaç, nə ilə? İbadət elə. Əxlaq alimləri fikri. Ariflərin fikri, müğayət ol. Neyniyim? Bax gör, onun xoşuna gələn ibadət edirsən, özünün xoşuna gələn edirsən. Arif deyir ki, ibadətdən müğayət ola, özünə ləzzət eləyən ibadət eləyərsən, Allah sənə ibadət eləməzsən. Gör hansıdır? Hayırlısan. Gör hansıdır? Adam boyuna düşən vacib bəzi vaxtlar məsələ var, amma gecə namazına aşıqdır. Zövqü ondan alır. Amma buradan da məsələn bir nəfər vəzifəndir ki, bir nəfərə vaxt ayırırsan, gəlib toqquşu bu vaxtdan bu vaxt. Onu elə, o işdən Allahın xoşu gəlir. Bundan sən ləzzət alırsın. Biz Əbdullah olmalıyıq da, Allah qulu. Əbdülhal yox ki, hal qulu deyilik ki, Allahın quluyuq. Mən bu ləzzət alıram, biz ləzzət qulu deyilik ki, biz Allahın bəndəsiyik. Əbdülləzzət yox, Əbdullah. Hə, Allahın elə bəndəsi olursan, həqiqi ləzzətə dadacaqsan, duyacaqsan, ola bilər ilk mərhələlərdə deyil. İlk mərhələləri deyil. Bu deyili laf Mail Yaqub kimizdir. Mail müəllim bir deyili qəribə deyirdi. Allah salamət eləsin. Deməli, ilk mərhələlərdə deyil. O da belə ləzzət sən sonra dadacaqsan. Başa düşürsən. Sən özünün nəfsinin istəyini qoy kənara. Gör o nə istəyir. Proqramı o tərtib eləsin. Nəfsin plan cızmasın.